Şəhid atamız danışdı, Mürvət Əsgərov. Şəhid ataları adından, şəhid anaları adından mən istərdim Mətanət ana danışsın. Bax, bu saçlar gözlərimizin önündə ağardı bu şəhid anaları. Məzarçı şəhidlərimiz var. Vali İsmail sizi salam ilə mənməsin və mən özüm gəldim sizin yanınızda. Borcumuzdur, qarşınızda baş əyirəm ana. Buyurun. Axşamınız xeyir olsun. Hamını, bütün qonaqları salamlayıram. Güllü xanım, çox sağ ol ki, bugünkü tədbirə dəvət eləmişsiniz Kəlahayı bayramı tədbirinə. Bayramınız mübarək olsun. Allah sizə can sağlığı versin ki, belə gözəl tədbirlər keçirdirsiniz. Öndə də biz şəhid ailələrini, analarını, qazilərini bura dəvət edirsiniz. Allah sizə sağlam, uzun ömür versin. Kəlahayı bizim nənələrdən qalır. Mənim nənələrimin də Kəlahayısı var idi. O vaxtda Zəkəriyyə Şah var idi. Zəkiyə. Anam o Zəkiyə Şamla gəlin köçürülür. O Şam məndə də var. Anamdan yadigarda. Sizin bu tədbiriniz axarlı olsun. Allah sizə can sağlığı versin ki, doğrudan da belə bir işi görmək böyük şücaət, vaxt sərf edir. Allah sizi həmişə ucalardan uca eləsin. Mən belə bir tədbirə birinci dəfədir gəlirəm. Sazlı, sözlü tədbirə. Yəni, oğlundan sonra. Mənim oğlum 20 ilin zabiti olub, polkovnik leytenant, 16 il cəbhə bölgələrində, səngərlərdə həyatı keçib. Aprel döyüşlərində də iştirak edib, Vətən müharibəsində də. Mən oğlumu az gördüm. Ancaq mən onunla fəxr edirəm, qürur duyuram ki, mənim oğlum həqiqətən vətənini sevən, şərəflə, ləyaqətlə xidmət edən oğullardan olub. Burada mənim qazi oğullarım var. Rafiq, Allah can sağlığı versin bütün qazilərimizə, zabitlərimizə, həmişə bizim yanımızda olan oğullara, həmişə can sağlığı arzulayıram. Onun, Rəşadın zabit yoldaşlarına, kursant yoldaşlarına bizi belə bir vaxtda tək qoymadılar. Həmişə bizim yanımızda oldular. Yenə də hamınızın bayramı mübarək olsun. Kəlahayı bayramımız mübarək olsun. Təşəkkür ederim.